Bu yeni ildə nə var qardaş? Təqvim dəyişir də, uşaqları sevindirik. Yaxşı, bəs bu yeni ilin tarixçəsi nədir? Yolka, Şaxta baba, bunlar hardan gəlir? Qədim Roma dövründə formalaşıb bu bayram. Yəni əslində əvvəldən bu bayramın əsli nə olub? Bütpərəstlik. Yəni bütpərəst bir tanrıya həsr edilmiş günlər olub. Əsas simvollardan biri də yolkadır. Hansı ki qurulur evlərdə, hətta müsəlman ailələrin çoxunda görürsən ki, təəssüf ki, yəni qurulur. Yolka adəti, yəni əslində qədim German tayfalarına gedib çıxır. Yəni yenə də bütpərəstliyə gedib çıxır. Çünki onlarda ağacı əzəmətləşdirirdilər. Xüsusilə də palıd ağacının əzəmətləşdirirdilər, müqəddəs sayırdılar. Çünki palıd onlarda gücün, həyatın rəmzi idi. Yəni ilahi qüvvənin simvolu idi, rəmzi idi. Simvollardan biri Şaxta babadır və ya Santa Clausdur. Santa Claus hansı ki, yəni baxsaq bir keşiş olub. Sonra xristianlıq Avropada geniş yayılandan sonra dini mənəvi dəyər kimi bir çərçivəyə salınıb, yəni uyğunlaşdırılıb və qorunub və bayram edilib. Ona görə fikir versək, miladla yeni il bayramı bir-biri ilə bağlıdır. Bəziləri ayırsa da onu İsa'nın doğum günü kimi qeyd edir. Halbuki Allahın kəlamına baxsaq, İsa peyğəmbərin doğum günü xurmanın yetişdiyi bir ərəfəyə düşür. Xurmanın yetişdiyi bir zamana düşür. Həmin gecəni xüsusi müqəddəs günə çevirməklə yaşanırsa, bu artıq sadəcə uşağı sevindirmək deyil. Və günah olan sevinci şəriət qadağan edir. O sevinç ki, haram vasitələrlə, dinə zid işlərlə